niyə məhz Ramazan ayına Allahın ayı deyilir? Sual oluna bilər ki, digər aylar Allahın ayları deyilmi? Allah Teala Qur'an-ı Kərimdə belə cümlələr buyurur. Məsələn, bütün məscidlər Allahın evi olsa da, Allah Teala Qur'an-ı Kərimdə məhz Kəbə evinə Beytullah deyir, Allahın evi deyir. Və yaxud peyğəmbərlər içində bütün peyğəmbərlər ruhullah, yəni bütün peyğəmbərlər Allahın ruhunu daşsalar da, ruhullah olsalar da, amma İsa peyğəmbərə Allah Teala ruhullah deyir. Ramazan ayına şəhrullah deyilməsi də bu qəbildəndir. Digər bir məsələ bundan ibarətdir ki, bir şeyin dəyərini qeyd etmək üçün, ona dəyər vermək üçün daha dəyərli bir şeyə nisbət verilməlidir. Hz. Peyğəmbərimiz Ramazan ayını dəyərləndirmək üçün şəhrullah deyə qeyd edir. Yəni Allaha nisbət verir ki, Allah dəyərlidir və Allaha nisbət verilən şey də dəyərli olmalıdır.